xatırladım ki, qardaşlar, bu elm məclisləri belədir ki, Allah tərəfindən seçdiyi qullar müvəffəq olunur. Yəni, elm məclislərə Allah tərəfindən seçilmiş qullar müvəffəq olunur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Lə yəq'udu qavmun yəzkurunəlləhə, elə bir qövm yoxdur ki, otursun, Allahı zikr etsin, illə qaşiyyəthumur rəhmə. Onları rəhmət bürüməsin. Əgər bir qövm, bir talpa, bir insan, bir sinif, qrup insanlar yığılışıb Allah Taala'nı bir yerdə zikr etsələr, o məclisi rəhmət bürüyər. Rəhmət bürüyər. Və tənəzzələt aleyhimu rəhmə və həmçinin rəhmət də ona, yəni o məclisi rəhmət bürüyər. Və zəkərəhumullahu fīmə indəhu və Allah Taala o insanları öz yanında olanların yanında zikr edər. Yəni Allah Taala o insanları, hansı ki oturub zikr edirlər, öz yanında olanların yanında zikr edər Allah Taala. Bu əzəmətli bir şeydir. Ona görə mən də Allahdan istəyirəm ki, yəni Allah Təbaraka və Teala bu məclisi o məclislərdən eləsin. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İzə mərartum bi riyadil cənnə fərtəu." Cənnət bağçalarının yanından keçəndə oturun deyir. Cənnət bağçalarının yanından keçəndə əyləşin. Soruşurlar ki: "Və mə riyadul cənnə?" Ya Resulallah, nədir o cənnət bağçası? Yəni hardadır o cənnət bağçası biz oturaq? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Məcəlisul ilm." Məcəlisul ilm, yəni elm məclisi cənnət bağçalarıdır. Ona görə bu əzəmətli bir şeydir. Yəni Allah Təbaraka və Teala kimə müvəffəq edirsə, böyük nemət içindir. Bəzən şeytan bunu diqqətlə yadda saxlamaq lazım. Bəzən şeytan, yəni indiki müasir vəsaitlərlə insanı alladır. Yəni evdə internet var, telefon var, yazılar gedib evdə qulaq asarım və s. kimi vəsvəsələrlə alladır. Vallahi elm məclisinin bərəkətini yəni o sonradan qulaq asmaq vermir. İxlasla.com saytı tərəfindən təqdim olundu.